Azərbaycanda yaşayış səviyyəsindən razısınızmı? Razıyam. Nədən razısınız? Nədən razıyam? Pensiya gec verilir, bir. Sonra nəlimən qocalara hörmət yoxdur, iki. Nəlimən elə bir irahatlıq yer nəlimən tapmırıq ki, biraz oturaq dincələk nəlimən kim olsun, bu da üç. Özcə nə deyim, padşahımızdan razıyam da, padşaha mən deyim ki, sağ olsun, uzun ömürlü olsun, yaxşı yaşasın. İkindi hələ ki də indi böyüyümüzdür, bizim ata vəzidir bizim üçün. Və biz onun indi kölgəsindən hələ ki dururuq. Ancaq ki biraz indi bu cəmaatı biraz yada sala, bir qorxuyu zadı irəli çəkə, yaşlıya hörmət eləyə. Nəli mən bu pensiyamızdır, onları vaxtında verə, buraxalar. İndi gəlib burada oturmuşuq, mən gedib çay içəsiyəm, pulum yoxdur, gedən mən çay içəm. Bizdə nə gözəl, misal üçün bir ikisini deyə bilərik. Gözəl olmayan nə var ki Azərbaycanda? Yerin altı Allah'a şükür dolu, qızıl, ondan neft, nələr yoxdur dünyada. Allah bizə nələr bəxş eləməyib. Belə varidatı mən arzu edirəm, Amerikada bizə saat həsəd aparır, Fransada, Almaniyada, İtaliyada, bütün devletler arzuları bizim yaşayış səviyyəmizin yarısına heç olmasa çatsınlar. Hamısına çata bilməzlər əvvəl, çox irəlidə gedirik Allah'a kömək. Azərbaycanda yaşayış səviyyəsindən razısınızmı? Yox da yox. Nədən razı deyilsiniz? Adı deyil kasıbçılıqdan. Getməyə Qəbələ yolumuz yoxdur, zeytun yığırıq. Görürsünüz ki, günü-gündən qiymətlər qalxır. Cəmaatın həyat səviyyəsi aşağı düşür, rifah alıb pisləşir, iş yerləri yox. Ümumiyyətlə iş tapmaq mümkündür. Ziyarlar da soğan kartof satır. Mən Azərbaycanda heç nə görmürəm, bir kəlmə. Bir kəlmə heç nə görmürəm. Əssalam. Nə yaşayış görürəm, nə həyat görürəm, nə bir şey.